Bir dəfə Əmir Teymur sarayında ölkədəki insanları qəbul edir. Onların istəklərini, şikayətlərini dinləyirmiş. Saray qaydalarına görə saraya gələnlər əmirin qarşısında diz çöküb, onun ətəyindən öpürlərmiş. Qəbulun sonuna yaxın qapılar açılır və içəri yaşlı bir kişi daxil olur. O qaydalara uyğun olaraq başı aşağı yavaş-yavaş əmirə yaxınlaşıb, ayaqlarına qədər əyilmək istəyir. Bunu görən Teymur üzündə heyrət dolu bir ifadə ilə cəld hərəkətlə qocanın qolundan tutur. Onun əyilməsinə, onun təzim etməsinə mane olmaqla kifayətlənmir. Özü qocanın titrəyən əlindən öpür və onu öz taxtında əyləşdirir. Saray əhli bu gördüklərindən heyrətə gəlmişdi. Görəsən hər kəsi ayaqlarına qədər gətirib təzim etdirən Teymurun görünməmiş ehtiramla qarşıladığı bu qoca kimdir sualı onları düşündürsə də, soruşmağa kimsədə cəsarət yox idi. Teymur tezliklə özü buna aydınlıq gətirir və qocanın qarşısında baş əyərək, "Gördüyünüz bu insan mənim müəllimimdir" söyləyir.